Əhl-i Məddahının oxuduğu ilk Quran-ı Kərim Əl-Maidə surəsinin 67-ci ayəsi belə idi. Bismillahirrahmanirrahim. Bağışlayan və mehriban Allahın adıyla. O Allah ki, bu dünyada müsəlman və kafirlərə rəhm edər, hər kəsə rəhm edər. Yalnız Allahın rəhim sifəti ahirətdə inanclı insanlara öz mərhəmətini şamil edər. Ya əyyuhər rəsul, ey Peyğəmbər, ey Rəsulum, bəlliğ ma unzilə ileykə min Rabbik. Allah tərəfindən sənə nazil olanları insanlara çatdır. Və in ləm təfəl fəmə bəlləqtə risalətə. Əgər sən Allahın əmrlərini insanlara çatdırmasan, sanki elə bil dinivi kamil etməmisən, risalətivi, peyğəmbərliyi sona çatdırmamısan. Vallahu ya'simuka minən nas. And olsun Allaha, Allah səni pis insanlardan qoruyacaq. İnnəllaha la yehdil qavməl kafirin. Allah kafir insanları, küfr edənləri heç zaman hidayət etməz. Bunun mənası budur. Sırf Qədirxum məntəqəsində olan proseslər, baş verən hadisələrin məhz ayə Əl-Maidə 67 hər kəsdə tanış ola bilər və Məkkə-Mədinə arasında yerləşən Cöhvə yaxınlığında bir diyarın adıdır Qədirxum. Təqribən 200 kilometr Məkkədən, Məkkə məsafəsində yerləşir. Bəli, o ilə bir yer Allahın Rəsulu Həccətül Vida, son həcci ziyarət etdiyi bir məqam. Allah evindən dönür və Allahın Rəsulu belə bir söz deyir. Siz artıq dəvələrinizi və yüklərinizi burada saxlayın. Birdən quru və isti səhrada Qədirxum məntəqəsində Peyğəmbər tərəfindən dayanmaq əmri verilir. Allahın Rəsulu buyurur, bu məntəqədə dayanın. Bütün insanlar hamısı Allahın Rəsulunun əmrini gözləyir. Hətta bütün insanların diqqətini cəlb edən nöqtə budur ki, bu isti səhrada, quru bir səhrada Allahın Rəsulu bizə görəsən nə deyəcək? Bizə nə bəyanat verəcək? Allahın əmrini bizə necə çatdıracaq? Və Allahın Rəsulu buyurur, dəvələrdən bir minarə, bir mənbər düzəldilsin. Yəni o mənbər ki, bütünlükdə bütün insanları o mənbərdən görsün. Və Allahın Rəsulu bu göstərişi verəndən sonra insanlar dəvələrin palanlarından mənbər hazırlayırlar. Allahın Rəsulunu çıxardırlar həmən bir hündür yerə, hündür bir ucqar bir məqam, Allahın Rəsulunun xitabını gözləyirlər. Peyğəmbər böyük bir həmdü səna etdi, xütbə etdi. Uzun bir xütbədir. Allah həmdü səna etdi, tərif etdi. Çox sonsuz şükürlər olsun Allaha ki, o Allah bizi burada görüşdürdü. Və sonra buyurdu, ey insanlar, mənim səsimi eşidirsinizmi? Bütünlükdə eşidirik dedi. Allahın Rəsulu çox gözəl bir söz dedi. Kim mənim səsimi eşidir? Səsimi eşidirsinizmi ey insanlar? Dedilər, bəli. Sonra sükut bütün ətrafı bürüdü. Allahın Rəsulu buyurdu ki, eyyuhən nas, mən əvlən nas bil müminə min ənfusihim. Cəmaat, kim müsəlmanlara özlərindən daha üstün və yaxındır? Bütün insanlar uca səslə buyurdular ki, ey Allahın Rəsulu,
Allah və onun rəsulu bilər dedilər. İslam Peyğəmbəri buyurdu, heç məndən bir səhv, bir xəta eşitmisinizmi? Bir yanlışlıq, bir yalan eşitmisinizmi? Xeyr, ey Allahın rəsulu. Bütün kütlə, minlərlə, milyonlarla insanlar o isti səhrada Qədirxum məntəqəsində Allahın rəsulunun dilindən, mübarək dilindən söz eşitmək istəyirlər. Şəhadət veririk, Allahdan başqa Allah yox. Və şəhadət veririk ki, həqiqətən Allahın Rəsulü Muhammed Mustafa sallallahu aleyhi və aleyhi və səlləm Allahın təyin etdiyi sonuncu Peyğəmbərdir. Allahın Rəsulü bunları deyəndən sonra dedi, mən sonuncu həcc etdim. Allahın mələyi Cəbrail nazil oldu və mənə sonuncu həccimin olduğunu, həccimi tamam etdiyini mənə dedi və mənə buyurdu ki, Allahın risalətini çatdır. Düzdür, düzdür. İnsanlar ola bilər düz qəbul etməsinlər. Çünki eyni ağılda, eyni məntiqdə olan insanlar hamısı bərabər ola bilməz. Görənlə görməyən bərabər deyil. Vallahu ya'simuke minen nas. And olsun Allah'a ki, Allah səni pisliklərdən qoruyacaq. Ey Rəsulum, sən sözünü de. Allahın Rəsulü buyurdu ki, İki ağır əmanət qoyuram sizin içərinizdə. Onlardan möhkəm olun. Onlardan möhkəm yapışın. Birincisi Qur'andır, Allahın kitabı. Allahın nazil etdiyi əmr Qur'an, ondan möhkəm yapışın. İkincisi mənim balalarımdır. Hövz-ü Kövsər qiyamət günündə Kövsərin başına gələnə qədər bunlar bir-birindən ayrılmaz. Qur'anı əhl-i beytsiz, əhl-i beyti Qur'ansız təsəvvür etmək mümkün deyil. Mümkün deyil. Və mənim sizdən ricam budur. Mənim balalarıma və Qur'ana ehtiram edin. Və Allahın Rəsulunun gözü gəzir. Səhabələr soruşdular ki, ey Allahın Rəsulü, kimi axtarırsınız? Veynə Ali, hardadır möminlərin ağası? Əli hardadır? İmam Əlini gətirirlər. Allahın Rəsulü buyurur ki, Fəmən kuntu mevla fəəliyyun mevla. Mən kuntu mevla fəhəvə əliyyun mevla. İki hədis qeyd olunur. Allahın Rəsulü İmam Əlinin əlin tutaraq qaldırır göyə. Həmən o kəcavədə, həmən o hündür bir yerdə. Kim mənim Mövla və rəhbər ağa bilirsə və mənim də davamçım Əlidir, onu da ağa və rəhbər bilsin. Kim mənə zülm edərsə, haqsızlıq edərsə, Əliyə haqsızlıq edər. Əliyə haqsızlıq edən mənə və mənim balalarıma haqsızlıq edər. Mümkün deyil ki, rəhbər özündən sonra müdrik bir ağıllı şəxs qoymasın. Mümkün deyil. Mümkün deyil. Allahın Rəsulunun bütün təkliflərini, təyinatını Allah verir. Çünki bu Allahın sözüdür. Həzrəti Əlinin əlini qaldıraraq, təbriklər deyərək, hər bir insan gələr, deyər ki, ey Allahın Rəsulü, bu Allahın əmridir. Allahın əmri bizlər üçün höccətdir, qanundur. Biz ləbbeyk dedik sənə. Və Məkkədə qayıdan insanlar, orada qadınlar da, xanımlar da var idi, zərif cinsin nümayəndələri. İndi orada nə qədər minlərlə insanlar gəlir, Həzrəti Əlini təbrik eləyir, görüşürlər. Xanımlar dedi ki, bəs naməhrəm olduğuna görə biz necə eləyək görüşək İmam Əli ilə? Allahın Rəsulü göstəriş verir, bir teşt içində su. Buyurur xanımlara, əllərinizi
o teştin suyuna batırın. Sanki əlini qəbul etmiş kimi varsınız. Və bütün insanlar orada sevinir. Allahın Resulü Cəbrail nazil olur. Əl-Maidə 3. Bunu Quran-ı Kərimdən sizə oxuyuram. وَأَتْمَمْتُ عَلَيْكُمْ نِعْمَتِي وَرَدِيتُ لَكُمُ الْإِسْلَامَ دِينًا. Ey Cəbrail, Allahın Resuluna de, bu ayəni insanlara oxusun. Bugün dininizi sizin üçün kamil etdim. Sizə olan nimətimi tamamladım. Sizin üçün İslamı seçdim. Bax, bu bir Allahın Resulunun Qədir-Xum çölündə bir çağırışıdır. O zamanın çağırışı, bu zamanın çağırışıdır. Sanki bugün Allahın Resulü bizim içərimizdə olsaydı, bizə bu xitabı verərdi. Allahın qırılmaz ipindən yapışıb səpələnmin. وَاَعْتَسِمُوا بِحَبْلِ اللّٰهِ جَمِيعًا وَلَا تَفَرَّقُوا. Allahın qırılmaz ipindən yapışıb səpələnmin. Bu çağırış bizim birliyimizin, bərabərliyimizin, coğrafiyamızın bir səsiydi, birləşməsiydi. Allahın Resulü bunu deyirdi bizə: ey insanlar, məzhəblərə bölünməyin, məktəblərə bölünməyin, firqələrə bölünməyin, ayrı-seçkiliyə yol verməyin, zəlalətə düşərsiniz. Əgər ayrı-seçkiliyə düşərsinizsə, zəlalətə uğrayarsınız. Ona görə Qədir-Xum bizə bir qardaşlıq, bizə bir doğmalığı və bizə bir hamımız müsəlman olaraq, din qardaşı olaraq bir yerdə olmaq çağırışını və əmrini verir.